dostlar, aziz kardeşler, bugün İstanbul'da Taksim Meydanı'nda bizim değerli başkanlarımızın düzenlediği bu törende Azerbaycan halkına, Azerbaycan kardeşlerimize gösterdiğimiz desteğe göre Dünya Azerbaycanlılar adından ve beynəlxalq diaspora adından, cəm Azerbaycanlılar adından size özlərin təşəkkürümü bildirirəm. Siz bilirsiniz ki, Xocalı'da Türk'ün hissiyatına Ermeni daşnakları değmiştir. Türk'ün hissiyatına değmek olmaz. Bugün dünyanın 40'tan çok devletinde, ülkesinde Azerbaycan ve Türk diasporaları birlikte Xocalı katliamını dünyaya tanıtmak için mitingler ve yürüyüşler teşkil etmişler. Əsrin evvelinden ve 1988. yılda Qərbi Azərbaycandan 300 bindən çox Azərbaycan türkləri Erməni daşnakları tərəfindən deportasiya olunmuş və 88-ci il, 92-ci illər ərzində 250 bindən artıq da Azəri türkləri Dağlıq Qarabağdan ermənilər tərəfindən qovulmuşdur. Son vaxtlar siz bilirsiniz ki, Azərbaycan dövləti və onun rəhbəri Cənab İlham Əliyev Türk və Azərbaycan diasporalarının birgə mübarizə aparmağa səsləmiş və Azərbaycanın qədim əraziləri olmuş Xocalını, Dağlıq Qarabağı, Zəngəzuru, Göyçəni danışıqlar yolu ilə ermənilər azad etməsə hər bir yolu qaçılmaz olmuşdur və bu istiqamətdə Azərbaycan dövləti, Azərbaycan gəncliyi Türk dövlətinə, Türk gəncliyinə etibar edir və hər an sizi öz arxamızda hesab edirik. Yaşasın Türk-Azərbaycan dostluğu, yaşasın Türk millətçiləri, yaşasın